Mənim deməli podruqam var. Dırnaq, həm əvvəllər dırnağın yanına gedirdim, sonra mən başqa yerə köçdüm deyə mənə çox uzaq oldu da onun. Nəysə onunla görüşmüşük. Ona deyirəm ki, qadan alım, nə olar, gəl usta işlədə məndən, xahiş edirəm. Biz də bunu podruqayıq da, eyni yaşdayıq. Bəlkə də məndən bir yaşat böyükdür. İndi də gəzirik dünən şeydə də dırnaq yerlərinə falan baxırıq da, lazım olan şeyləri indidən almaq üçün. Belə baxıram, deyirəm ki, bəs heç məni müdür kimi təsəvvür edirsən, mən sənin müdürünəm. Bax, belədir. Gid dost. Başımdan ölmüşəm gülməkdən. Qız da çox belə sadəlöv qızdır. Mən də sadəlöv insanam. Amma məntiqən baxanda adam fikirləşir ki, bəs mən müdürəm də. Faktı mən salon açmışam. Bəs mən də öldük gülməkdən. Gülməli deyildim. Mənə anamı söyle, amma mənə gülməli deyilsən demədən, o qədər pis oluram. Oy. Alo. Mən elə yəqin bir yarım saat orada olam. Yaxşı, yaxşı. Usta yığdı ki, yarım saata salondayam. Tez kipriyimi də qıvırım, ban ver deyə bunun ağzına verim. Mən gözümü bağlayım, açaram. Hamı takip atsın, indi telegrama girəcəm, görüm kimlər yazıb.